Deməli uşaqlar, baxırıq ikinci sualın izahına. Burada ilk öncə y bərabərdir mənfi x kvadrat plus 2x plus 3 və y bərabərdir 3 minus x. Əvvəl biz sərhədləri tapaq və sərhədləri tapmaq üçün bu iki ifadəni bərabərləşdirsəm, mənfi x kvadrat plus 2x plus 3 bərabərdir 3 minus x. Buradan nə alıram? Deməli, mənfi x kvadrat plus 3x bərabərdir 0-a. Buradan bax, mənfi, deməli, x-i çıxarsam, mənfi x plus 3 bərabərdir 0-a. Buradan x birimiz olur 0, x 2-miz olacaq 3. Sərhəd məlumdur axır ki, 0-dan 3-ə. İndi nəyə baxıram? Bu iki ifadənin qrafikini qursam, yəni bizdən soruşulan sahəni, yəni hansı sahəni soruşur, əvvəl ona baxarıq. Bax, bu A-sı mənfi, qolları aşağı olan bir paraboladır. Təxminən bax bu formada. 3 nöqtəsindən keçir. S-miz 3-dür çünki. Əhəmiyyəti yoxdur əslində. Və buna baxıram, bax. Bu elə mənfi x plus 3 deməkdir axı. Azalır. Düzdür? Baxın, belə bir qrafik olacaq. Bizdən soruşulan sahə, uşaqlar, bax buradır. Bizdən bu sahəni soruşur. Fikir versəniz, yuxarıda olan sahəni hesablayan nə edirdik? Yuxarıdan aşağını çıxırdıq, düzdür? Yuxarıda olan sahə hansıdır? Parabola burada, bax, parabola fikir versən, bu xəttdən yuxarıdadır. Deməli, mən birinci paraboladan bu ifadəni çıxacam. Deməli, sərhəd məlumdur. Yazacam nə? Deməli, mənfi x kvadrat plus 2x plus 3-dən çıxacam 3 minus x dx və salam. Bu hesablanacaq. Aha, biraz sadələşdirmə aparsaq, 0-dan 3-ə bu bizə nə verir? Mənfi x kvadrat, deməli, plus 3x, bax bunlar gedir mötərizanın açanı. Plus 3x və salam, dx bərabərdir. Nə alıram buradan? Deməli, mənfi x kub bölü 3 plus 3x kvadrat bölü 2. Sərhədlər də 0-dan 3-ə. Deməli, bir dəfə 3-ü yazıram. Mənfi 27 bölü 3 plus 3 vur 9 bölü 2. Çıxılsın. Bu dəfə də 0 yazanda artıq heç bir mənası yoxdur. 0 da yazmadım. Bunu hesablayıram. Mənfi 9, deməli, plus 27-nin də yarısı. Elə yazaq, 27 böl 2 və bərabərdir. Mənfi 9 plus 13 tam onda 5. Mənfi 9 plus 13 tam onda 5. Bu da eləyər 4 tam onda 5. Sahəmiz olacaq 4 tam onda 5. İki cavabın ikisində də cavab 4 tam onda 5 oldu.